Salamlar, hər vaxtınız xeyir olsun. Mən Zöhrə Orucova, fizika və riyaziyyat müəllimiyəm və fizikanın ikinci bölməsini izah edirəm. Birinci bölməsi izahı zaten olunub. İkinci mövzusu çevrə üzrə bərabər sürətli hərəkətdən danışacaq. Demək ki, biz düz xətli bərabər sürətli hərəkətdən danışdıq. Hər bir xırdalığa fikir verdik, hər bir şeyi izah etdim sizə. İkinci mövzuda isə daha da dərin enəcəyik. Baxaq. Çevrə üzrə bərabər sürətdə adından məlum olduğu kimi hərəkət çevrə üzərindədir. Dairəvi hərəkətdir. Cisim radius vektoru boyunca bərabər zamanda bərabər göğüslər və yaxud bucaqlar cızarsa, belə hərəkət çevrə üzrə bərabər sürətdə hərəkət adlanır. Əyrihətli hərəkətin bir növ olub təkrarlanan hərəkətdir. Baxın, ad nöqtəsindən gəlir yeni aya, sonra bir də fırlanır, bunun bir neçə dəfə fırlanır artıq. Yəni bu əyrixətli hərəkətdir, bir təkrarlanan hərəkətdir və bunu belə deyək də xarakterizə edən bir neçə kəmiyyətlər var. Onlardan danışaq. 1. Fi dönmə bucağı. Göğsün uzunluğunun radiusu olan nisbətinə bərabər olan kəmiyyət dönmə bucağı adlanır. Fi bərabərdir L bölünsün R. Vahidi radiandır. Tam bucaq 360'dır. Tam 360 dərəcə dönür. O da 2 pi'yə bərabərdir. Bunu bilək. Pi'nin bir qiyməti 180'dir. Bir də var 3,14. Bunlar burada qarışdırmayın. Demək ki, 4 dənə hissəyə ayırmışam, görürsünüz. A nöqtəsindən B'yə gəlir 4də 1 hissə. Gəldi C'yə 2də 1 hissə. C'dən D'yə gəlir 4də 3 hissə. D'dən də A'ya gəlir tam hissə. Yəni 4də 4 və yaxud da 1 hissə. Yəni bu gəldi A nöqtəsindən başlayıb A nöqtəsində bitirsə, buna deyilir tam dövr, bir tam dövr. Bir tam dövr də N hərfi ilə işarə olunur. Məsəl üçün, N əgər 2 dəfə 2-dirsə, bu deməkdir ki, 2 dəfə fırlanıb, 2 dəfə dövr edib. 3-dirsə 3 dəfə dövr edib. Bu belə. Bir də mənə lazımdır ki, çevrə üzərində hərəkət olduğuna görə mənə bu çevrənin uzunluğu lazımdır. Uzunluğu da L bərabərdir 2 pi R-dir. Və sən bunu bir neçə dəfə fırlatsan. Məsələn, çevrənin uzunluğu deyək ki, 8 metrdir, düzdür? 8 metr deməkdir. 500 metrdir. 500 metrlik bir yoldur, çevrə formasında, dairə formasındadır. Sən bunu neçə dəfə gedirsən, sən 3 dəfə bunu qurmursansa, sən 1500 metr yol getmirsən deməkdir. Ona görə də çevrədə gedilən yol əgər bərabərdə 2 pi r yazılır. Bir tam dövrə sərf olunan zaman period adlanır. Period T bərabərdir, böyük T perioddur. Yəni, sən bax, bir tam dövrlə bir tam dövrə sərf olunan zamanı qarışdırmayın. Bir tam dövr, yəni bu neçə dəfə dövr edib, bu budur. Bir də var ki, bu 500 metrlik olan bir yolu, dairəvi yolu nə qədər gedib? Yəni bir tam dövr edəndə nə qədər zaman gedib? Bunu artıq period deyilir. Böyük T bərabərdir, kiçik T bölünsün N. Vahidi saniyədir. Bildik. Bir də mənə nə lazımdır? Dəqiqə qrəbin periodu lazımdır. Dəqiqə qrəbi baxanda biraz o böyük, uzun əqrəbdə tam bir dəfə dövr edəndə 1 saat olur, 60 dəqiqə. Saniyə əqrəbi bir tam dövr edəndə 60 saniyə olur. Saat əqrəbi də bir tam dövr edəndə 12 saat olur. Yerin periodu öz ox ətrafında bir tam dövr edəndə artıq 24 saat olur. Bu periodları dəqiq bilsəz, əla, super. Gəldim nəyə? Tezliyə. Vahid zamanda dövrlərin sayına tezlik deyilir. Tezlik. Kiçik n bərabərdir, böyük n bölünsün T. Vahidi 1 bölü saniyə. Və yaxud da saniyə üstü mənfi 1 və yaxud da hertz yazılır. İndi bizim 2 dənəsi düstur lazımdır. Bunları bilmək lazımdır. N bərabərdir 1 bölü T, T bərabərdir 1 bölü N olmalıdır. Və bir-birindən tərs asılıdır. Yəni, periodla tezliyin əlaqə düsturu deyəndə N bərabərdir 1 bölü T, T bərabərdir 1 bölü N deyəcək. Aydındır, bu belə. Vahid zamanda dönmə bucağına bucaq sürəti deyilir. Omega nədir? Bucaq sürəti. Omega bərabərdir fi bölünsün T'dir. Vahidi radian bölünsün saniyədir. Omega bərabərdir və yaxud da fi, bayaq dedim ki 2 pi'yə bərabərdir. 2 pi. 2 pi bölünsün T. O da 2 pi n bölü T, o da 2 pi n. Yaxşı. T'ni nə dedim? T dedim ki 1 bölü n'dir. Apardım, qoydum yerinə 1 bölü n. N də nəyə verir mənə? 1 bölü n də yaza bilərəm. Hə? Yəni 2 pi n də yazmaq olar. Prosto T həm də kiçik T period. Kiçik T bölünsün n'dir. Apardım, qoydum bura. N də yuxarı çıxdı da. Onlar 2 pi n bölünsün T. N bölü T də sənə verir tezliyi. Olacaq 2 pi n. Qutardı, getdi.
İndi 6-cı kəmiyyət xətti sürətdir. Vahid zamanda qövsün uzunluğuna bərabər kəmiyyət xətti sürət adlanır. V bərabərdir L bölünsün T. O da 2 pi r bölünsün T'dir. N bölünsün T mənə nə verir? Tezliyi kiçik N. O da 2 pi r. N mənə nə verir? Tezlik. 1 böl T. Ona görə 2 pi r böl T yaza bilərəm. 2 pi böl T'də mənə omeqanı verdiyinə görə omega r yaza bilərəm. Bu düsturlar yadda saxlayın. Baxın, keçən dərsdə dedim ki, fizikanın ilk 2 bölməsi 2 mövzusu çox önəmlidir. Və bu düsturlar digər bütün mövzularda istifadə olunur sözsüz ki. Ona görə də yaxşı bilməlisiniz. Yadda saxlayın. Xətti sürət həmişə çevrəyə toxunan istiqamətdə gedir. Çevrə bu istiqamətdə fırlanırsa, onda xətti sürət bu istiqamətdə fırlanacaq. Bunu unutmayın. Oldu mu? Bu belə. Çevrə üzrə hərəkətdə sürət sabit qalır. V bərabərdir konstant. Amma istiqamət dəyişmir. Belə. Gələk nəyə? A bərabərdir mərkəzə qaçma təcilindən. Çevrə boyunca hərəkət edən cisim radius vektoru boyunca çevrənin mərkəzinə yönəldiyindən onun aldığı təcil mərkəzə qaçma təcilidir. A bərabərdir V kvadratı R-dir. V-ni mən bayaq nə tapdım? Omega R. Kvadrata yüksəldəndə omega kvadrat L bölünsün R. İndi R kvadratı ilə R ixtisar gedir, qalır 4pi kvadratı böl T kvadratı vurur. O da 4pi kvadratı N kvadratı böl T kvadratı vurulsun R. O da nəyə bərabərdir? 4pi kvadratı N kvadratı R. Omega A bərabərdir omega kvadratı R. Omegaları 2 dənə daxı omega vur omega kvadrat olub da. Birini saxladım, digəri də bunun R-in yanına qoydum. Omega vurulsun omega R. Omega mənə V-ni verdi də. Ona görə təcil, mərkəzə qaçma təcilin bir düsturu V kvadratı böl R-dir. İkinci düsturu omega kvadrat R-dir. Üçüncü düsturu omega V-dir. Omeganın yerinə 2 pi n yaza bilərəm də. 2 pi n vurulsun V. Bu işarələdiklərim mənə lazım olan düsturlardır. Qalanlar da bir-birindən çıxır. Artıq siz düsturdan düstur çıxartmağı bacarırsınız. Bu varsa kifayətdir. Qalanlar düzəlir. Mərkəzə qaçma təcili aldığından bəlli olduğu kimi həmişə mərkəzə doğru yönəlir. Bax, təcil sürət də toxunan istiqamətdə. Və görürsünüzmü onlar arasında 90 dərəcə var. Ən lazımlı bax budur. Bunu çox qəşəng bilməlisiniz. Demək ki, mən bayaq dedim ki, tam hissəsidir, 4də 1 hissəsidir, 2də 1 hissəsi və 4də 3 hissəsidir. Bunu bildik, düzdür? Əla. İndi bu 4də 1 hissəsidir. 4də 1 hissəsidirsə, gedilən yol necə tapılır? Gedilən yol. Yolun ümumi nə qədərdir? 2 pi r-dir. Sən bunu 4də 1-ə vuranda, yəni 4-ə böləndə, sən pi r bölünsün 2 tapacaqsan. Bu nə deməkdir? Bu deməkdir ki, 4də 1-də nə qədər yol gedib? Pi r bölü 2 qədər. Yaxşı, 2də 1-də nə qədər gedib? 2 pi r-i vuracam 2 pi-ə. 2də 1-ə. O da qalacaq 2 pi r. Burada nəyə bərabərdir? 2 pi r vuracam 4də 3-ə, o da olacaq 3 pi r bölünsün 2. Gedilən yol belədir. İndi tapıram nəyi? S-i. S nədir? Yer dəyişmədir. Cisim buradan bura qədər gəlib. Bu gedib əyri xətli bir hərəkətdir. İndi başlanğıc və son nöqtələri birləşdirəcəm. Bu da olacaq S. Bu nəyə bərabərdir? Həm də bunu çəkmişəm ki, bunlar R-lərdir, düzdür? Bu R, bu R-dirsə, bir dənə də belə çəkirəm. Şu düz bucaqlı, üç bucaq olur. Onda bu da olacaq R kökdə 2. Çünki 45 olur. Burada R kökdə 2 olur. Ona görə yer dəyişmə olacaq R kökdə 2. Bax, eynisi burada da elədir. A nöqtəsindən B nöqtəsinə gələndə, yenə də bunu birləşdirəndə bu olacaq nə? R kökdə 2, S bərabərdir R kökdə 2. Bunu bildik. İndi bu istiqamətdə isə A nöqtəsindən B nöqtəsinə gəlib və yer dəyişmə isə budur. Yer dəyişmə isə 1R, 2R oldu 2R. Düzdür? S olacaq onda 2R. Sürət də eynən elədir. S R kökdə 2-yə bərabərdirsə, V kökdə 2-yə bərabərdir. 4də 1-də, 4də 3-də də V kökdə 2-yə bərabərdir. Amma S burada 2-yə bərabərdirsə, onda V də 2V-yə bərabərdir. Bu bildik. Bir də yadda saxlayın ki, çevrənin altda birində gedilən yol çevrənin radiusuna bərabərdir. Radius nə qədərdirsə, altda birində də o qədər yol gedib deməkdir. Eyni ox ətrafında fırlanma, qarşılı ötürmə. Eyni ox ətrafında fırlanma. T1 bərabərdir T2.
Demək ki, bax, 2 dənə çevrədir. Birinci çevrə, ikinci çevrə. Birincisi kiçikdir, ikincisi böyükdür. Və daha böyük çevrə çizmək üçün böyük sürət lazımdır. Unutmayın. Daha böyük çevrə çizmək üçün böyük sürət lazımdır. Kiçik üçün də kiçik sürət lazımdır. Ona görə yadda saxlamaq lazımdır ki, V2 daha böyükdür V1-dən, A2 də daha böyükdür A2-dən. Qalan eyni ox ətrafında olduğuna görə period da bərabərdir, tezlik də bərabərdir, omega da bərabərdir. Qayışlı ötürmədə, məsələn, bir dənə bu çevrə fırlananda avtomatik bu çevrəni də özünə fırladır. Səbəb nədir? Səbəb qayışlı ötürmədir, yəni bu qayışdır. Buna keçirdilən bu qayışın sürəti nə oldu? Bu 2 dənə çevrənin sürəti də olur. Ona görə sürətlər qayışlı ötürmədə bir-birinə bərabərdir. Təcil olaraq kiçiyində daha böyükdür, yəni A1 böyükdür A2-dən. N1 böyükdür N2-dən, V1 böyükdür, omega böyükdür, omega 1 böyükdür, omega 2-dən. Bir dənə period olaraq T2 daha böyükdür T1-dən, o da ki daha böyük çevrə olduğuna görədir. Всё, bu qədər. Yəni rahatdır, kiçikdir, amma düsturlar biraz sizin başınızı qarışdıra bilər. Qısa izahdır. Birinci mövzudakı kimi 50 dəqiqəlik izah deyil. Amma bunu çox-çox diqqətlə öyrənin. Ümid edirəm ki, çox yaxşı başa saldım. Amma siz yenə də izləyəndə mütləq ki, mənə bildirin ki, rahatdır, yaxşıdır, necə izah edirəm, başa düşürsünüzmü, bəyəndinizmi? Bunları mənimlə bölüşün. Belə. Sağ olun, salamat qalın.